Bugün səhər Rüfət Nasosla mənim haqqımda danışdığı verilişə baxdım. Çox üzüldüm və belə başa düşdüm ki, Rüfət Nasoslu məni tanımırmış. Tanısa bilərdi ki, mən heç vaxt kiməsə hörmətsizlik eləməmişəm. Nəinki Rüfət Nasoslu, ümumiyyətlə heç kimə hörmətsizlik elədiyim olmayıb. Mən o ədəbin sahibi deyiləm. Mən Rüfətə cavabımı deyəcəm. Əvvəl bilməyənlər üçün tanış eləyim nə söhbətdir. Bu, mənim Rüfət Nasoslu haqqında dünən danışdığımdır. Rüfət Nasoslu çox böyük hörmətim var şəxsinə. Rüfət Nasoslu mən illərdir tanıyıram, amma bu məsələdə həmfikir deyiləm. Və biz bir dəfə hətta onunla bu barədə danışmışıq. Bizim fikirlərimiz ayrıdır. Rüfət Nasoslu özü tarix müəllimidir. Rüfət Nasoslu istəsə, yəni çox belə savadlı adamdır. İstəsə meyxananı, ürək istədiyi formada deyə biləcək bir türklər demişkən kapasitesi var. Sadəcə adam meyxanaya başqa pəncərədən baxır. Bu isə bu gün Rüfət Nasoslunun mənə verdiyi cavabdır. Özür bilər. Kərim imam deyir ki, razılaşmada çıxıb batdıq. Elə bir Kərimlə mənim niyə müzakirə eləmişsin ki? Elə bir Green Card'la biri Amerikaya gedib Trump'ın xarici siyasəti müzakirə eləmişsin. Bu nə? Elə bir zavoda fəhli işə düzəlib, təzə işə düzəlib. İdarə heyətinin daxili planlarından... Aranızdakı fərq o qədərdir mi? Kərimin mən dayısı ilə meyxana bilmişəm. Çox yanlış, çox absurd argumentlər. Birincisi, heç kəs mənim haqqımda yuxarıdan aşağı danışa bilməz. Mən yaşda kimdənsə balaca ola bilərəm, amma kimdənsə əski oğlan deyiləm. İkincisi, bu nə izahdır, bu nə misallardır. Green Card udan gəlib Trump'ın xarici siyasətinə qarışır. Yəni, Rüfət Nasoslu heç bilmir Green Card'ı harada doldururlar, Green Card'dan necə qeydiyyatdan keçirlər. İkincisi, deyir, nə bilim, fəhlə görmüsünüz, gəlsin idarəçinin işinə qarışsın. Burada fəhlə mənəm, idarəçi Rüfət Nasosludur. Fəhlə oğlanlara nə olub ki? Yəni, insan fəhlə olanda əskiyim olur, danışmaq haqqım olmur. Bu nə yanaşmadır, bu nə ölçü vahididir? Kim ölçür ümumiyyətlə bunu? Bu qanunu, qaydanı kim qoyub? Çox üzüldüm Rüfət Nasoslunun mənim haqqımda belə danışmasına. Çünki Rüfət bilir ki, mən onun haqqında pis fikirdə deyiləm və mən bunu ona əyani göstərmişəm. Hətta mən onu Instagramımda paylaşmışam ki, baxın, bu adam savadlıdır. Bu adamın pis bir şey olan kimi hamınız tirajlayırsınız. Bu adamın savadlı çıxışlarını da tirajlayın. Və Instagramda mən Rüfəti izləmirəm, Rüfət məni izləmir. Yəni, onun suyu çörəyi məndən gəlmir, mənim suyum çörəyim ondan gəlmir. Və Rüfət məni tanımırmış. Tanısa, yekdilli olaraq verəcəyi yeganə cavabı olmalı idi ki, Kərim mənim haqqımda pis bir şey danışmaz. Ki, həqiqətən də danışmamışdım. Dedim, başlayanda da belə başladım ki, mənim Rüfət Nasoslunun şəxsinə çox böyük hörmətim var. Sadəcə ondan həmfikir deyiləm. Söhbətimi də belə qutardım ki, Rüfət Nasoslu tarix müəllimidir və yetəri qədər savadlıdır. Onun türklər demişkən